Deməli, uşaqlar, bugün sizə yalnızca fail anlayışını keçəcəm. Deməli, fail deyəndə hər hansı bir elementdə nəzərdə tutulur da uşaqlar. Ümumiyyətlə, əməliyyat sistemi biz demişik nə idi? Kompüterin aparat təminatını, idarə olunmasını, istifadəçi ilə interfeys yaratmasını, bütün bunları təmin edirdi. Orada biz nəzərdə çatdırdıq ki, suallarınız da var idi ki, fail adlarında hansı elementlər istifadə oluna bilər, hansı elementlər istifadə oluna bilməz. Bugün fail və qovluq anlayışına baxacaq ki, ümumiyyətlə fail nədir, qovluq nədir? Fail bir elementdir şagirdlər. Yəni bir dənə fail deyəndə bir ədəd elementdən söhbət gedir. Sübhan zəhmət olmasa bunu çək. Elementdən. Qovluq deyiləndə isə uşaqlar bir çox elementdən söhbət gedə bilər. Yəni bir qovluğun içərisində bir çox fail yerləşə bilər. Qələmim belə yazdı görürsün. İndi deyək ki, uşaqlar, burada bəzi nəzəri suallar düşə bilər sizdə. Məsəl üçün düşər. Failin içərisində qovluq yerləşə bilərmi? Fail içərisinə qovluq yerləşə bilərmi? Yerləşə bilər uşaqlar. Bir failin içərisinə qovluq. Məncə də. Bəli. Bir failin içərisində qovluq yerləşə bilməz. Normal gündəlik işlətdiyiniz failləri fikirləşin. Yəni bir faili fikirləşin. Bir də böyük qalın, məsələn, mavi hər yerdə olan qovluqları fikirləşin. O qovluğu failin içinə qoya bilərsiniz? Yox, amma failin içinə bir çox qovluq qoya bilərsiniz. Burada ikinci hissə qovluq yerləşə bilməz. Bilməz. İkinci göstərmək istədiyim hissə nədir? Bir failin adı məsələsinə gələk. Bir failin adı uşaqlar. Bir failin adı. Failin adı. Bir kompüterdə bir neçə dəfə işlənə bilər. Yaxud da nə bilim bir hard diskdə deyək və s. Amma eyni məkanda olanda indeks Gəlirəm. Ora gəlirəm. Bir failin adı bir kompüterdə, bir diskdə və s. təkrarlana bilər. Bilər. Amma bir failin adı niyə belə yazır, başa düşmürəm, xəttim belə deyil. Eyni qovluqda işlənə bilməz. Bilməz. Aydındır bu hissəsinə sizin üçün. Yaxşı, bəs gəlin görək failin adı deyiləndə hansı hissələr nəzərdə tuturuq? Ümumiyyətlə fail deyiləndə nə nəzərdə tuturuq? Fail bir veriləndir uşaqlar. Fail özü dedik ki, veriləndir. Və faillar, üç cür faillar olur. İcra failları, sənəd failları, yüzdə dedik ki, konfigurasiya failları olur. Faillar olur. İcra failları uşaqlar sizdən daha öncə də rast gəlmişdik. XCOM faillarıdır.
Yəni bu o deməkdir ki, bu sənəd hal-hazırda icradadır. Məsəl üçün setup eləyirsiniz. Yəni nəyisə bir proqramı kompüterinizə yükləyirsiniz. Hal-hazırda o fail icradadırsa, icra gedən zaman o fail exe faili kimi görsənir. Və yaxud da com faili kimi görsənir. Sənəd failləri nədir? Bildiyimiz qrafik, mətin, Excel, yəni tətbiqi proqramların sənədləri olur. Konfigurasiya faillarda MS config kimi faillardır ki, məsələn, konfigurasiyanı çağırır sizə. Yəni bu özü əslində bu da bir faildir, veriləndə. Bu da bir faildir. Amma konfigurasiya failları daha çox hansısa bir sistemin işini görən tətbiq kimi, xırda bir əməl kimi fikirləşin. Tam olaraq yəni verilən kimi düşünməyin bunu. Zaten sizə bu qədər dərinliyinə düşmür. Məlumatda olun deyə bilməyinizi istəyirəm. Daha sonra dedik ki, biz sənəd failləri və s. bunlardan rast gəlirsiniz ki, hansı faillər var. Bunların siyahısını, ətraflı siyahısını sizə atacağım ki, hansı faillər var. Amma ümumiyyətlə belə bilməli olduğunuz odur ki, bir addırsa, məsəl üçün, sənəd dediyimiz üçün sənəd nöqtə docx. Bu nöqtə burada ayrıcı rol oynayır. Ayrıcı rol oynayır. Yəni nöqtə onu göstərir ki, bizə sizin sənədinizin fail genişlənməsi hansıdır? Fail geniş. Adı hansıdır? Yəni bu iki yeri ayırmaq üçün istifadə olunur. Nöqtə. Fail genişlənməsi də bizdə bilirsiniz də artıq nədir? Failin tipini göstərir ki, bu hansı tipdə faildir. Bu hissəni bizə göstərdim. Daha sonra deməli nə oldu? Bu hissə bizdə failin adı oldu. Bu da oldu fail genişlənməsi. Yəni, əsas hisslə genişlənmə kimi fikirləşin. Əslində bunun adı yox, əsas hissə kimi fikirləşin. Əsası, failin əsası genişlənməsi. Çünki failin adı anlayışı gələndə sizdə desə ki, bu failin adı nədir? Failin adı. Siz bunu sənəd kimi verməyəsiniz. Sənəd nöqtə docx deməlisiniz. Aydındır. Failin adı deyəndə genişlənməylə bir yerdə götürməlisiniz. Uşaqlar, failin adı maksimum 255 simvol ola bilər. 255 simvol ola bilər. Yəni 1 bayta çatmamalı. O nöqtədə elə bir sonuncuda belə fikirləşin. 256-cıdır. 1 bayt qədərində ola bilər. Failin genişlənməsi əvvəllər, yəni bir məsələli əməliyyat sistemləri olanda MS-DOS vaxtı. O zaman maksimum 3 simvol ola bilərdi. Com kimi, X kimi, doc kimi. Amma sonradan artıq ona bir limit qoyulmadı. Yəni bu hissə limit yoxdur. İstənilən sayda ola bilər. Amma yenə də çox böyük qoyulmur. 4, 5, maksimum 6 rəqəmli görmüşəm. Ondan daha böyüyün rastlaşmamışam. 255 simvol olan bunun uzantısı, əsası, nöqtə hamısı bir yerdə sayılır da. Yo. Bu hissə, əsas hissə. Əsas hissə maksimum 255 ola bilər. Bax, nöqtə qoydum bura. Bura 255 ola bilər. Burada isə limit yoxdur. İkinci hissədə limit yoxdur. Aydındır, belə bir limit qoymayıblar. Ki, filan qədər olmalı. Belə bir şey yoxdur. Aydındır. Yəni o bura aiddir. Hə. Bura aiddir. İndi gəlin, baxaq görək bu failin adında hansı simvollardan istifadə eləyə bilmərik. Hansı simvollar dedikdə, hansı simvollardan istifadə olunmur. Biz bunları cütlü şəklində yadda saxlasaq, daha çox yadımızda qalar, daha yaxşı mənimsəmiş olarıq. Birincisi bu iki faildir. Müqayisə failləri.
Bu cütlük kimi fikirləşin. İkincisi bu slash'dədir. Bunları fikirləşin. Üçüncüsü bu qoşa dırnaqla cüt dırnaqdır. Dördüncü sizə sual işarəsi ilə ulduz işarəsidir. İndi bu haqq görə nəyə görə işləmə bilməz? Bunlar, bu işarələr sistemin özündə istifadə olunur uşaqlar. Məsəl üçün, siz C məntiqi diskin qoyursunuz, işarə qoyursunuz. Məsələn, fail adlarında işarə qoyulur. Əgər bu fail adında işlənsə, burada qovluq adları olur da, qovluq olur, at qovluq olur. Məsəl üçün, məktəb, yekun imtahan, bir də olur burada, tam ki, testlər. Testlər.docx. Oldu testlər.docx. İndi baxaq, burada əgər siz bunu işlətsəz və belə bir yol axtarsaz, tam ki, bu sözdə bunu axtarsaz, bu simvol işlətsəydiniz. Bu yekun imtahan papkasında yox, axtarışa verdiyiniz sənədi imtahan papkasında axtaracaq. Axı belədir. Başa düşdünüz? Nə demək istədiyimi? Aydındır uşaqlar, səs gəlmiş sizdən. Bəli, bəli. Bəli, bəli. Bir də Bildiniz həsən niyə? bir şey var idi ki, failin mı yoxsa qovluğun hər ikisi olmalıdır. Kompüterin ilk yaradıcısı John von Neumann olduğu üçün onun adını da qoymaq olmaz. Öyle bir şey bilmirəm mən. SC simvoluna istifadə eləmək olmaz. İlk 31-in SC kodlarının. Bir də bəzi sistem adları var. Sizə düşmür deyə əlavə olduğu üçün onları demirəm, amma yəni bəzi com var, print var. Pılını məsəl üçün print deməkdir. PRN var. Ondan sonra hansılar idi? Konuydu, səhv eləmirəmsə, konuydu. AUX var idi. Null var idi. Bu adlar, məsəl üçün, kon giriş-çıxış üçün, klaviatura üçün, ekran üçün istifadə olunan əmrdir. Print printer üçün istifadə olunan əmrdir, məsəl üçün. Və yaxud AUX portları birləşdirmək üçün istifadə olunurdu. Yəni, ona görə bunlar əmr olduğu üçün bunlardan istifadə eləmək olmaz. Amma bu sizin proqramınızda olmadığı üçün bunu sizə havayı məlumat yığını kimi vermək istəmirəm. Çoxlarının bildiyin, düşündüyün əksdə, məsələn, uşaqlar ilk dəfə görəndə, nə bilim, yadlarında saxlamayanda və s. nöqtəni götürürlər ki, nöqtə işlətmək olmaz. Xeyr, nöqtə işlətmək olar. Görürsünüz, bu siyahda nöqtə yoxdur. Çünki o, ən axırıncı fail genişlənməsini tanıyır. Yəni, ən sonuncu nöqtəni görür ona görə. Yəni, baxır ki, axırdan ilk nöqtə hansıdır? Deməli, bura fail genişlənməsini bu formada seçir. Ona görə də bunun içində nöqtə işlətmək problem yoxdur. Nöqtəyə problem eləmir. Fail adında nöqtə işlədə bilərsiniz. Aydındır. Yəni, özdə bu işarələr bu ilki qəbula düşmüşdü də. Biz fail genişlənmələrindən danışırdıq. Uşaqlar, fail genişlənmələrindən sizə yazdıracağım hansı fail genişlənmələrini öyrənməlisiniz. Onları işlədərsiniz, ya istəsiz indi də yazdıra bilərəm. Bunları yazın, vaxt geçsin, yoxsa siyah kimi göndərmişsə. Müəllim, siyah kimi göndərsəniz olar. Məncə o proqram təminatdakı kimi siyah kimi göndərmişsə. Bunu siz dəyəndə köçürməyiniz falan havayı vaxt aparacaq. Yəni bunu sizə siyah kimi ötərəm. Orada SVG fail və s. var. Atacağım faillər var ki, çoxsu məsəl üçün heç çox işlənmir. Məsələn, SVG faili kimi. Amma orta məktəb kitabında var. Yəni mütləq onu bilməlisiniz. Onları atarım sizə o zaman mən.
Deməli, biz harda qaldıq? Faylın adında hansı simvolları istifadə eləmək olar onu dedik. Olmaz. Orada sonra məsələn ulduzla sual işarəsi var. Ulduz sual işarəsinə axtarış maskaları deyilir məsələn. Verilənlər bazası mövzusunda da bu işarələrin işləyəsiniz. Deməli, uşaqlar, ulduz diyarı sayda deməkdir. Diyarı sayda. Amma sual işarəsi mütləq formada, mütləq bir simvol deməkdir. Gələn baxaq görək nə fərqi var. Məsəl üçün, siz ulduz işarəsi qoymusunuzsa söz yerinə. Məsəl üçün, axtarsınız ki, ana adında fayl axtarmaq istəyirsiniz. Düzdür? A-nın yerinə ulduz qoyursunuz, A qoyursunuz. Bu sizə həm ananı tapacaq, həm məsəl üçün onanı tapacaq. Yəni, na bitən hər şeyi tapacaq. Yəni, təkcə bir simvol tapmayacaq, ha? Məsəl üçün, onla sözü var, tam ki. Tam ki, biz onla adında fayl var. Bunu da tapacaq. Başa düşdünüz? Bir simvol. Və təkcə heç bir şey tapmasa da na olanları da tapacaq. Başa düşdünüz? Belə bir axtarış sözünün nəticəsində na da verə bilər. Yəni, heç nə olmaya da bilər. Burada bir hərf də ola bilər, 3 hərf də ola bilər, işarə də ola bilər. Heç nə olmaya da bilər. Amma sual işarəsi varsa, tamına bir dənə simvol tapmalıdır. Yəni ki, sual na qoyuramsa, mütləq ya ana tapacaq, ya ona tapacaq. Tapırsa problemdir, yəni. Xətadır. Aydındır, mütləq bir simvol olmalıdır orada. Xəta deyəni, yəni necə də, sizin sualınızda problem olacaq. Yəni, məsəl üçün, baxaq görək, deyək ki, sual verir ki, hansı axtarış bunun üçün doğrudur? Məsəl üçün, yazırıq ki, kitabım nöqtə PPTX bunu tapmalıdır. Deyir ki, hansı axtarış doğrudur? Xəbərində də verib ki, tab nöqtə PPTX. B-də veribdir ki, tab PPTX. Burada artıq bir sual görəndə uşaqlar, siz bunu xəta kimi götürməlisiniz. Yəni, bu doğru deyil, səhvdir. Çünki burada 2 simvol var idi axı. Bu belə bir şeyi axtara bilməz. Burada bir dənə sual işarəsi olubdu. Və yaxud da. Amma bunun yerinə məsələn C bəndinə baxaq, bu doğrudur. B də doğruydu. Belə də doğru olar. Tab, ulduz, sual, PPTX. Bu doğru olar. Çünki burada bir simvol tapacaq. Bu da ortadakı I hərfini tapacaq. İndi demək istədim nə idi? Məsəl üçün, bu sualı D bəndi qoyaq. Sual, kitab, nöqtə, PPTX qoyur. Artıq bu sual işarəsini burada qoyduğu üçün mütləq bunun önündə bir şey olmalıydı. Yoxdursa bu da səhv versiyadır. Başa düşürsün nə demək istədiyim uşaqlar. Amma burada qoysaydı ki, ulduz, tabım, nöqtə, PPTX. Deməli, indi baxaq, bu 5 versiyadan hansılar doğru oldu? Ulduzla qoyduqlarımız doğru oldu, düzdürmü? Bu C də doğru oldu. Y də doğru oldu. Amma A ilə D yanlış oldu. Yəni, tapmırsa da yanlışdır. 2 simvol və yaxud da çox simvol axtarırsa da yanlışdır. Silim lövhəni aydındır üçünüzə də uşaqlar.
Aytac. Bəli, Aytac mən burada. başa düşdüm. Dəniz başa düşdün. Bəli, bəli. Silək o zaman. Bunu da sildik. Deməli, dedik ki, fayl adlarında ulduzu, simvol dedik. Bizdə burada nə qaldı? Başa düşmədiyimiz qovluqlar qaldı. Deməli, qovluqlar demədik. Qovluqlar necə olur uşaqlar? Dedik ki, qovluqların içində bir neçə fayl yerləşdirmək olar və yaxud da boş ola bilər, problem deyil. Necə ki, fayl özü boş ola bilər və s. Amma indi burada bir dənə qovluq adlarına gələk baxaq. A qovluğu var. Qovluq deyəndə buna daha çox məntiqi disk deyirlər. Məntiqi disklər. Yəni məntiqi sahəyə bölünür də ona görə belə adlanır. Hansı ki məntiqi disklər deyirlər ki, burada A diski var, B diski var. Bunlar əvvəllər floppy disklər üçün istifadə olunurdu uşaqlar, floppy disklər, yəni disketlər üçün də istifadə olunurdu. Buna nə deyirdik qısaca? FDD deyirdik, floppy disket. Bu FDD-lər üçün istifadə olunurdu. FDD zamanla sıradan çıxdığı üçün elə hər dəfə ya o qoyulurdu, ya onun yeri saxlanılırdı ki, o birislərin üstə gəlsin və s. Və beləliklə A diski və B diski sıradan çıxdı. Yəni o qədər onların üstünə şamil oldu ki, sonradan çıxan disklər hamısı C ilə, D ilə başladı deyə. Elə bu xəttlə də getdi. Yəni A və B diskləri günümüzdə işləməyən məntiqi disklərdir. Floppy disk üçün ayrılmış yerlərdir. C və D diskləri isə uşaqlar. Yəni necə yəni axı bir diskin indeksi ola bilər axı A-la B, ola bilməz. Yox, ola bilmir. İşləmir. C və D disklər isə hard disk və yaxud da SSD üçün, yəni nə üçün? Xarici yaddaş qurğuları üçün istifadə olunur. Xarici yaddaş qurğuları üçün istifadə olur C və D diskləri. Y diski, CD, DVD kimi disk sürücülər üçün istifadə olunur. Optik disklər üçün. Optik disklər üçün istifadə olunur. F diski də çox vaxt flash kartlar, kənardan qoşulan qurğular üçün istifadə olunur. Flash kartlar üçün fikirləşir bunda. Flash kartlar üçün istifadə olunur. Y də istifadə olunur hərdən flash kartlar üçün. Yəni o problem deyil. Sadəcə olaraq mən normalda olan qaydanı göstərirəm ki, belə gedir. Bayaq biz faylın adını dedik uşaqlar ki, faylın adı necədir? Fayl girişlənməsi ilə birgədir. Deməli, bir var faylın adı uşaqlar. Biz fayldan gedir də söhbət. Niyə məntiqi disklər dedik? Ona görə dedik ki, faylın adına da baxaq. Bir də faylın tam adına baxaq ki, faylın tam adı nədir? Bir də var faylın tam adı. Deməli, faylın adına dedik ki, sənəd.docx. Məsələn, bu dedik bizim faylımızın adıdır. Bir də var faylımızın tam adı. Faylımızın tam adı o deməkdir ki, həmin fayla gedən yol, həmin fayla biz hansı qovluqları açaraq, hansı, necə deyim, hissələrdən keçərək, papqalardan keçərək gedirik. Qovluqlardan, üzrsən. İndi baxaq, məsələn, faylımızın tam adı məsələn neçə ola bilər? Məntiqi diski gələcək. Sonra, indi bax, əsas qovluq həmişə birinci gələn qovluqdur uşaqlar. Ən birinci gələn qovluq.
Məsələn, 100 yazsın. Belə çəkməliyik. Gəldi 100 yazsın. Sonra gəldi məktəb. Tabii ki, məktəb qovluğu. Artıq bu bir qovluğun içərisində olduğu üçün nə olacaq uşaqlar? Alt qovluq olacaq. Və burada yerləşmirdim, biraz bunu belə edim. Və olacaq sənəd.9. Artıq sən yəni bu sənədə girmək üçün C diskinə girməlisən, oradan UCS qovluğuna, oradan onun daxilindəki alt qovluğa, sonra sənədə çatmalısan. Artıq o sənədə gedən tam yol faylın nəyə adlandı? Tam adı adlandı şagirdlər, tam adı. Aydındır. Müəllim, bir Bura söz qədər. deyə bilərəm. Bəli, buyur. Burada məsələn bu failin adında burada məsələn bu sənəd sözü var ya. Bu sənəd nədir bəs? Bu faylın adının əsas hissəsidir, əsası. Amma bu Bu da hissə genişlənməsi. genişlənmədi. Genişlənmə, fayl genişlənməsi. Deməli, dedik ki, faylın adı təkrarlana bilər. Biz belə bir söz dedik, düzdürmü uşaqlar? Dedik ki, bayaqları mövzuya başlanda faylın adı təkrar ola bilər. Yəni, siz bir iş masasına bir dənə sənəd adlı bir açmışsınız və yaxud da nə bilim, new bir qoymuş adım, hani, nətən new idi? New bir qoymuş, new text bir nəsə, belə bir fayl adı var. Bunu qoymuşuz. Bir də hansısa qovluğun içində new biri var. Bu qovluğu o qovluğa atmadığımız müddətcə problem yoxdur demişik, düzdürmü? Amma və lakin. Deməli, fayl adı təkrarlana bilər. Başqa qovluqlarda olmaq şərti ilə dedik. Amma faylın tam adı təkrarlana bilməz. Zaten məntiqlə fikirləşəndə özünüz düşünürsünüz ki, tam adı eyni üst-üstə düşməsi üçün eyni qovluqda olmalıdırlar. Eyni qovluqda da eyni fayllar ola bilməyəcəyinə görə faylın tam adı heç vaxt təkrarlana bilməz. Eyni tam adda 2 fayl ola bilməz kompüterdə. Aydındır uşaqlar? Nə dediyim? Bura qədər problem var. Davam edək yoxsa? Davam edək. Deməli, yəni elə bir şey, yəni fikirləşdim ki, klasteri keçdik, buna keçdik. Faylın adında, yəni artıq bilmədiyiniz, başa düşmədiyiniz məncə bir şey olmayacaqdı. İş masası onun Dayandırım, elementləri suallarımızı keçiriləcək. işləyək. Yox, onu gələn dərs keçəcəyik. Yəni, kodingi dayandırım.